Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün biz Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsindən bəhs edəcəyik. Demək olar ki, ən asan, ən rahat, ən yadda qalan nəzəriyyələrdən biridir. İlk növbədə qeyd edək ki, Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsində iki əsas anlayış var. Birinci, inkişafa qapalı düşüncə. Bunun bir digər adı sabit düşüncə də deyilir. Bir də inkişafa açıq, yəni çevik düşüncə tərzi. Ümumiyyətcə, şagirdlər çətinliklə qarşılaşdıqda necə reaksiya verirlər, nə edirlər? Bunun iki yolu var. İnkişafa qapalı düşüncə tərzinə sahib olanlar hər zaman özlərini uğursuz hiss edirlər, hər hansı bir işin öhdəsindən gələ bilməyəcəklərini düşünürlər. Amma inkişafa açıq düşüncə tərzində olan insanlar isə daima yenilik axtarışındadırlar. Hər zaman məsələn bir uğursuzluq olduqda yenidən cəhd edirlər və dayanmırlar. Bu isə inkişafa açıq, yəni çevik düşüncə tərzinə aid edilir. Və bəzən deyilir ki, insanın beyni dəyişilə bilməyən bir orqandır, əksinə dəyişilə bilən bir orqandır. Yəni beyni təşkil edən neyronlar arasındakı əlaqə zamanı praktika ilə yeni neyronların əlaqə yarada və əlaqələrini gücləndirə bilər. Və burada əsas məsələ biz nəyi bilməliyik? Yəni insan hər daim inkişaf edə bilər. Məsələn, bəziləri deyir ki, mən riyaziyyat adamı deyiləm, riyaziyyat istedad tələb edir. Bu belə bir şey deyil. Misal üçün, riyaziyyat fənnindən söhbət gedirsə, burada riyaziyyat praktika üzərində daim özünü inkişaf etdirməklə olur. Düzdür, bəzən insan var ki, tez qavrayır, tez məsələn çətinliyin öhdəsindən gəlir. İnsan da var ki, dəfələrlə sınayır, daha sonra onda alınır. Amma bu o demək deyil ki, yəni o bacarmır. Sadəcə bir məsələ var ki, hər birimiz beynimiz ağ bir kağız kimidir. Biz nəyin üzərində işləyiriksə, daha da inkişaf etdirə bilərik özümüzü. Məsələn, riyaziyyatdan zəifiksə, bunun üzərində işləyərək belə deyək də nəticəmizi yüksəldə bilərik. Yəni belə düşünməyimiz bizim inkişafa açıq düşüncədə olmağımızdır. Yəni ümumilikdə inkişafa qapalı və açıq düşüncə tərzi insanın özündən asılıdır. Məsələn, bir məsələni həll edirik, bu mənlik deyil deyiriksə, əgər bu bizim qapalı düşüncə tərzimizə sahib olduğunu göstərir. Mən qavraya bilmirəm, mən bacarıqsızam, mən zəifəm. Əgər bu sözləri davamlı olaraq özümüzə təlqin deyiriksə, doğrudan da bu belə olur. Yəni hər zaman nəyə görə deyirlər? Pozitiv cümlələrdən istifadə etmək lazımdır. İnsan özü ilə danışarkən belə müsbət danışmalıdır, düzgün cümlələrdən istifadə etməlidir. Əgər hər zaman deyiriksə ki, bu mənlik deyil, mən bacarmıram, mən bunu edə bilmirəm, bu inkişafa qapalı düşüncə tərzi yaradır. Digər bir tərəfdən İnkişafa qapalı düşüncə, yəni sabit düşüncə tərzinə sahib olan insanlar çətinliklərdən yayınır, səhv etməkdən çəkinir, rəyləri qulaq ardına vurur, asanlıqla təslim olur, bir də bacarmaram kimi ifadələrdən istifadə edir. Həmçinin belə insanlar, yenə də qeyd etdiyimiz kimi, çətinliklərdən yayınır. Yəni başladığı bir işdə qarşısına bir balaca çətinlik çıxan kimi geri addım atır, səhv etməkdən çəkinir, qorxur. Düşünür ki, əgər hər hansı bir işdə səhv etsə, onun üçün məsələn irəliləyiş olmayacaq. Digər bir tərəfdən rəyləri qulaq ardına vurur. Məsələn, insan var ki, kimsə onun işinə rəy bildirəndə, tənqidi rəy belə olsa, özü üçün fürsət verir. Amma belə insanlar rəylərdən çəkinirlər. Yəni, rəyləri qulaq ardına vururlar. Asanlıqla təslim olurlar və bacarmaram sözünə istifadə edirlər. İnkişafa açıq düşüncə tərzinə sahib olan insanlar isə hələ sözündən istifadə edir. Yəni, mən hələ ki bunu bacarmıram, amma bacarmayacam mənasına gəlmir. Hansı üsulla həll edə bilərəm, hansı vasitədən istifadə edə bilərəm? Bunlar hər biri inkişafa açıq düşüncə tərzinə sahib insanların özəlliyidir. Onlar çətinlikləri sevirlər. Onlar, yəni türklər demiş, pes etmək anlayışı yoxdur onlarda. Davamlı özlərini inkişaf etdirirlər. Səhvlərdən öyrənirlər, nəticə çıxardırlar, rəyləri qulaq asırlar. Yəni, qapalı düşüncə tərzində nə varsa, əksi inkişafa açıq düşüncə tərzində olana aiddir. Öyrənməyə marağı var, hələ ki bacarmıram deyir, amma bunların hər biri inkişafa açıq düşüncə tərzinə aid edilir. Bəs bir insan özündə inkişafa açıq tipli düşüncə tərzini necə formalaşdıra bilər? Beynin elastik olduğunu öyrətmək,
risk götürmək, mədəniyyəti yaratmaq, həmçinin düzgün tərifləmək. Məsələn, şagirdə rəy verərkən, tərifləyərkən də onun işinə yönəlik olmalıdır bu tərif. Gözləmə vaxtı vermək. Məsələn, sual verdi, həmən an cavabını almaqda tələsməməlidir, yəni müddət qoymalıdır. Konstruktiv, yəni müsbət, düzgün rəy vermək lazımdır. Bir də hələ ifadəsini istifadə et. Məsələn, uşaq bir işi gördü, şagird bir işi gördü. Hələ ki bacarmırsan, amma biraz da cəhd eləsən, bunu səndə alına bilər. Yəni bunların hər biri inkişafa açıq düşüncə tərzinə aid edilir.